kişinin içində bir hakimiyyət əzmi olur. Gedən qadının üzərində dominantlığını, hakimiyyətini itirir. Yanındakı qadının üzərində isə hakimiyyəti qalır deyə ona laqeyddir. Bu qadından ötürü yox, əslində öz hakimiyyətindən ötürü darıxır. Bütün hər şeyin və yaxud bütün nə suallar, anlayışlar var, sənin narahat bunun hamısının cavabı var. Kitablarda var, ədəbiyyatlarda var. Sonra gedib oxumursan, qalmısan əsir yesir. Biz artıq bir saata yaxındır, bəlkə də bir saat söhbət edirik və mən başa düşürəm ki, sizin yazdıqlarınız, istər sosial şəbəkələrdə olsun, dedikləriniz nəyə görə insanlar tərəfindən maraqla qarşılanır. Və düşünürəm ki, indi verəcəyim sualın cavabını da özünüz bilirsiniz. Amma istəyirəm səmimi olasınız. İnsanlar sizi niyə sevir? Niyə sevir? Əvvəla, çünki mənim məqsədim sevgi qazanmaq deyil. Deputatlara namizəd olanda da mən orada cəmaət qarşısında çıxışda deyirdim ki, bax sizin toyuqlarınızın yumurtasını gəlib qapıdan 10 qəpiyə götürüb, aparıb Bakıda məsələn 30 qəpiyə, 40 qəpiyə satırlar. İnəyinizin südün gəlib buradan 50 qəpiyə alıb, aparıb Bakıya 2 manata, 3 manata satırlar. Bülletenlərinizi də bu namizədlər gəlirlər, belə ucuz qiymətə sizdən alıb, aparırlar, onu Bakıda mandata çevirirlər, villaya, evə, eşyə, toxunulmazlıq hüququna, kefə, övladlarının gələcəyinə çevirirlər. Azərbaycan insanının da sevgisini həmişə kapitala çevirmək üçün qazanıblar. Mən bu sevgini qazanım, ətrafımda insanlar olsun, məni sevsin, mən də gedim hakimiyyətə deyim, hökumətə deyim ki, bax, mən ictimai rəyə belə təsir gücünə malikəm, məni dinləyən adamlar var, mənə pul verin, mənə şərait yaradın, mən gedim, sizin maraqlarınıza xidmət edeyim. Apardın, onların sevgisini satdın. İnsan özünü satmır. İnsan, çünki o qədər adam var, insan əslində qazandığı sevgini satır. O insanlar da haqlı olaraq sonra o sevdikləri adamı başlayırlar söyməyə, nə bilim, və yaxud onların içindəki inam resursu sarsılır, daha heç kimə inana bilmirlər. Mənim elə bir niyyətim yoxdur. Olsaydı, bu günə kimi mən onu eləmişdim. Bu gündən sonra heç mən satın almaq istəyən də yoxdur. Çünki bilirlər ki, bunu bir dəfə demişdim ki, bəlkə də yeganə adamam ki, yaltaqlanmaq şansımı da itirmişəm. Kimisə tərifləyəndə inanmırlar, elə bilirlər ələ salıram.